Təsəvvür edin ki, sisteminizdə nəhəng bir məlumat anbarı var. Sizə isə oradan cəmi 1%, bəli, sadəcə çox kiçik bir hissə lazımdır. Amma gəl gör ki, verilənlər bazanız sizi o qalan 99%-i heç vaxt üzünə belə baxmayacağınız milyonlarla sətir məlumatı daşımağa məcbur edir. Heç o saatlarla yüklənən sorğunu gözlədiyiniz anı xatırlayırsınız, ekrana baxırsınız, saniyələr, dəqiqələr keçir. Niyə? Çünki sisteminiz o lazımsız məlumatlar dənizində itib batır. Full table scan deyilən o qorxulu yuxunu görür. Bu sadəcə yavaşlıq deyil, bu resursların sözün əsli mənasında israfıdır. Yaxşı, bəs biz database engine-i yalnız ehtiyacımız olanı yadda saxlamağı öyrədə bilsəydik necə olardı? Əla səslənir, elə deyilmi? Mənbə materiallarının təhlilinə həsr olunmuş yeni izahımıza xoş gəlmisiniz. Bugün biz verilənlər bazası dünyasında I/O əməliyyatlarını optimallaşdırmağın ən güclü yollarından birini kəşf edəcəyik. Diqqət mərkəzimizdə vacib bir prinsip olacaq. Consider using a filtered index to include or exclude a subset of data. Yəni, məlumatların yalnız müəyyən bir hissəsini daxil etmək və ya çıxarmaq üçün filtrlənmiş indekslərdən istifadə etmək. Gəlin hədəflənmiş indeksləmə ilə o nəhəng ağır indeks yükündən necə canımızı qurtara biləcəyimizi birlikdə öyrənək. Qısa yol xəritəmizə nəzər salaq. Əvvəlcə tam indeks probleminin nə olduğunu görəcəyik. Sonra filtered indeks anlayışına keçib, onun ölçü və performans üstünlüklərindən danışacağıq. Daha sonra real biznes ssenarilərinə baxıb, o bahalı sıralama əməliyyatlarından necə qurtulacağımızı öyrənəcəyik. Ən sonda isə mütləq bilməli olduğunuz qaydalar və məhdudiyyətlərdən bəhs edəcəyik. Elə isə gəlin birinci bölməmizlə başlayaq. Tam indeks problemi. Verilənlər bazası mühərrikini, bütün cədvəli əhatə edən nəhəng bir B3 indeksini skan etməyə məcbur etmək nəyə bənzəyir bilirsinizmi? Təsəvvür edin, nəhəng bir kitabxanadayıq və siz hər bir kitabın kataloq kartını tək-tək yoxluyursunuz. Halbuki sizə yalnız nadir kitablar bölməsi lazımdır. Milyonlarla kartı vərəqləmək tam bir dəlilikdir, düzdür? Sistemdə də tam olaraq bu baş verir. Verilənlər bazanız lazımsız məlumatları RAM-a yükləyərək bazar pul çirklənməsinə səbəb olur. Nəticədə disk I/O resursları amansızcasına israf olunur. Həqiqətən ehtiyacınız olan o bir ovuc məlumata çatmaq üçün bu qədər yükü daşımağın razılaşın ki, heç bir texniki məntiqi yoxdur. Bəs bu problemin həlli nədir? İkinci bölməmizə keçirik. Filtered index nədir? İndi isə bu həllin nə qədər zərif və sadə olduğuna baxaq. Filtered index və ya PostgreSQL istifadəçilərinin bildiyi adla partial index əslində elə bildiyimiz non-clustered indeksdir. Amma çox önəmli bir fərqlə o, yalnız cədvəldəki sətirlərin kiçik, xüsusi bir alt çoxluğunu ehtiva edir. Sir nədədir? Çox sadə, sadəcə indeksin sonuna bir where şərt əlavə edirsiniz. Yəni, where class burada bir növ qapçı rolunu oynayır. Məlumatlar disk strukturuna belə daxil olmamışdan əvvəl süzgəcdən keçirilir. Sistem qalan hər şeyi tamamilə unudur və yalnız sizin təyin etdiyiniz şərtə uyğun gələn məlumatları indeksləyir. Çox sadə, amma mükəmməl bir yanaşma. Yaxşı, bunu etdik. Bəs bu bizə nə qazandırır? Üçüncü bölmə, ölçü və performans üstünlükləri. Bilirsiniz, ənənəvi olaraq biz həmişə düşünürük ki, indeks əsas cədvəldəki hər bir sətri güzgü kimi əks etdirməlidir. Biz buna birə-bir nisbəti deyirik. Lakin filtered indeksi ilə biz bu yazılmamış qızıl qaydanı tamamilə sındırırıq və subset ratio, yəni alt çoxluq nisbətinə keçirik. Fikirləşin, cədvəlinizdə 10 milyon sətr var, amma sizə cəmi 1000 dənəsi lazımdır. Ənənəvi non-clustered indeks gedib o 10 milyon sətrin hamısını indeksləyərək nəhəng bir struktur yaradacaqdır. Amma süzgəçdən keçirilmiş indekslə biz deyirik ki, yalnız bu 1000 sətri indekslə. Beləliklə, məlumat strukturunu lüzumsuz sətirlərlə doldurmaqdan imtina edirik. İndeksin belə kəskin şəkildə kiçilməsi bizə nəhəng bir arxitektura üstünlüyü verir. Struktur o qədər kiçilir ki, Query Optimizer çox vaxt bütün indeksi rahatlıqla memory buffersda, yəni RAM-da saxlaya bilir. Bu o deməkdir ki, sorğularınız icra olunarkən diskin fiziki və yavaş sürətinə deyil, birbaşa yaddaşın sürətinə güvənir. Nəticə az qala saniyənin 1000-də 1 qədər qısa vaxta gəlir. Diskdən oxuma, yəni o ağır disk I/O prosesi kəskin şəkildə azalır, çünki artıq o nəhəng B3 ağaclarını zərrəbinlə axtarmağa ehtiyac qalmır. Dördüncü bölməmiz real biznes ssenariləri. Gəlin görək, bu qaydalar kod yazarkən necə görünür. Təsəvvür edək ki, siz böyük bir ambara idarə edirsiniz. Sisteminizdə yüz minlərlə məhsul var və sizə təcil olaraq ambar qalığı ondan az olan kritik məhsullar lazımdır. Baxın, bu problemi necə həll edirik? Create non-clustered index yazırıq və sonuna sadəcə where quantity on hand kiçikdir 10 əlavə edirik. Vəssalam! Bu kiçik sehirli kodla ambarınızdakı o 10 minlərlə tam stoklanmış məhsul tamamilə yox sayılır. Sorğu işə düşdüyü anda sistem sürətlə yalnız həmin bu xüsusi kiçik indeksi oxuyur və nəticəni dərhal sizə qaytarır.
Daha bir mükəmməl nümunə sənəd idarəetmə sistemləridir. Milyonlarla dərc edilmiş və arxivlənmiş sənəd arasında axtarış etmək əvəzinə, biz sadəcə Where status in pending publication, pending expiration şərtini veririk. Bu həm də concurrency və locking, yəni kilidləmə mexanizmlərinə inanılmaz dərəcədə müsbət təsir edir. Niyə bilirsinizmi? Çünki sistemdəki milyonlarla köhnə sənəd üzərində kütləvi yeniləmələr gedərkən sizin sorğunuz bloklanmır. Sizin kiçik indeksiniz sadəcə aktiv sənədlərə fokuslanır deyə kilidlənmələrlə çox nadir hallarda rastlaşır. 5-ci bölməyə keçirik. SQL sorğularının ən böyük bəlalarından birindən bahalı sıralama, yəni sort əməliyyatlarından necə qurtulmaq olar? Bəlkə də bilirsiniz, sort operations, yəni sıralama əməliyyatları SQL performansının ən qəddar qatillərindən biridir. Niyə bu qədər təhlükəlidir? Çünki kütləvi məlumatları sıralamaq dəhşətli dərəcədə CPU gücü tələb edir. Əgər yaddaş çatmırsa və bu proses TempDB-yə, yəni diskə daşırsa, o zaman sorğunuz sadəcə sürünməyə başlayır. Amma bir vacib detalı unutmayın. İndekslər onsuz da məlumatları əvvəlcədən fiziki olaraq sıralanmış şəkildə saxlayırlar. Bax, bu xüsusiyyət Query Optimizer üçün əsl qızıl dəyərindədir. Əgər siz müəyyən bir kateqoriya üzrə axtarış edirsinizsə və nəticəni məhsul adına görə sıralı görmək istəyirsinizsə, həmin o xüsusi alt çoxluq üzərində qurulmuş filtret indeks sizi o bahalı sıralama xərclərindən tamamilə qurtarır. Məlumat dərhal pipeline effekti ilə, yəni hazır sıralı vəziyyətdə axıb gəlir. Biz CPU-nun o ağır sıralama mexanizmini tamamilə ötüb keçirik. Proses birbaşa yaddaş buferlər üzərindən süzülür. Optimizer xoşbəxt olur. Siz isə nəticəni heç bir əlavə CPU yükü, heç bir yavaşlayan disk əməliyyatı olmadan anında görürsünüz. İnanılmazdır, elə deyilmi? Və nəhayət 6-cı bölmə. Hər şeyin olduğu kimi bunun da qaydaları, məhdudiyyətləri və uyğunluq məsələləri var. Hər güclü texnologiyanın öz qırmızı xəttləri, diqqət etməli olduğunuz tələləri var. Əvvəla, filtered index yaradarkən mütləq deterministik funksiyalardan istifadə etməlisiniz. O operatorlarından ümumiyyətlə uzaq durun. Ən böyük tələlərdən biri isə getDate kimi funksiyalardır. Bəs niyə getDate'i istifadə edə bilməzsiniz? Çünki indeks diskdə statik, konkret bir struktur kimi dayanmalıdır. GetDate isə adı üstündə dinamikdir, hər saniyə dəyişir, yəni qeyri-deterministikdir. Daim dəyişən bir vaxta əsaslanaraq əvvəlcədən alt çoxluğu təyin edib diskə yazmaq fiziki olaraq imkansızdır. Buna çox diqqət edin. Ekranda gördüyünüz bu cədvəl sizin platforma uyğunluğu üzrə kiçik bir cheat sheetinizdir. Qısaca desək, əgər SQL Server və ya Postgre istifadə edirsinizsə, təbriklər. Sisteminiz bunu doğuşdan dəstəkləyir. Dərhal istifadəyə başlaya bilərsiniz. Amma Access və ya MySQL-ın köhnə versiyalarındasınızsa, təəssüf ki, bəxtiniz gətirməyib, çünki bunlarda bu texnologiyanın birbaşa qarşılığı yoxdur. Oracle və DBQt mütəxəssisləri isə kədərlənməsin. Biraz fərqli alternativ yollarla, yəni bəzi workarounds ilə oxşar arxitekturalar qura bilərsiniz.